Yox. Yasəmən, böyüklər küsəyən olurmu qızım? Birinci ondan əsəbəsi, sonra atam. Çünki sabah yay da əsəbəsi, axşam yay da. Ana artıq hər gün əsəbləşir. Niyə küsürlər, əsəbləşirlər, hə Yasəmən? Atam evdə yemək yemir. Mamam da evdə küsür. Annem üçün düşməyə düşdü. Dedi ki, istəmirəm. Başım belə elədi. Mən sənə əziyyət çəkib niyə yemək pişirmişəm? Mən əziyyət çəkib yemək pişirmişəm, niyə yemirsən? Bəs ata nə zaman küsür anadan? Ana nə edir ki, ata küsür? Ata deyir ki, mən işdə yeyib gəlmişəm. Ona görə toxam. Bunu başa düşdük. Ata niyə görə küsür anadan? Anam mənə heç nəyimə, atam da küsür. Mənə atam deyir ki, mənə getsin paltar alsın, anam da getmir. Niyə gedib paltar almır ana sənə ki, ata da ondan küsür? Gedib özünü alır. Bütün pulları özünə hazırlayır. Yasəmən, səndə niyə küsürlər? Mən kabuk giyinirəm, atamla anam istənir. Mən pomada çəkirəm, anam da istənir. Ay canım, makyaj uşaq üçün var makyajlar. Belə şey olur. Amma kablok giyinə bilmərsən, çox tezdir sənin kablok giyinmək. Yasəmən, ata burada da haqlıdır. Ata haqlıdır, Rəhman müəllim. Küsür uşaqdan ki, niyə kablok giyinirsən? Düz eləyir. Hə, indi nə demək istəyirsən? İndi axırıncı sualı veririk. Yasəmən, böyüklər uşaqlardan küsə bilərmi? Küsə bilməz. Doğru təxmin edirsiniz. Bakalım qazanırsınız. Mən